Uşaq, uşaq. Amma çox da qəşəng bir gün batımı olur. Sən öl ciyərdi. Ay, buna bax ha. Adama deyərlər, səhərin gözü açılmamış, nə olub? Artıq bu tamamlananda bu sıra onların o qabları tam dolmuş olur. Adam bir çönüb çox sağ ol deyərdi. Adam bir çönüb çox sağ ol deyər. Monk olmaram. Mən şəxsən çox monk olmaram yəni. Yəni doğrudan amma gələndə belə çox belə şey olmadım. Wow olmadım amma həqiqətən salamlar, salamlar, bir də salamlar. Hardayıq? Tapın görüm hardayıq. Tapın görüm hardayıq. Nə yazmışam da. Luang Prabang'dayıq. Luang Prabang haradır? Luang Prabang Laosun ən böyük ikinci şəhəridir, hətta əvvəlki paytaxtıdır. Amma yəni Vientianla müqayisədə olduqca Amantaka. Amanat oxudu buranı. Hə. Vientianla müqayisədə olduqca maraqlı bir yerdir. Vientian da yəni pis deyil, amma bura daha belə deyim, təbiət olaraq da bura daha zəngindir. Şey olaraq, tarix olaraq falan Beşməkanda bura daha maraqlı hesab olunur və ilk nöqtə olaraq bir yer var. Əslində bir neçə gündür buradayam. Bu arada şeydən öncə gəldi, Wang Viengdən gəliş hekayəmdən bir balaca kiçik bir danışım. Wang Viengdən qatarla gələcəkdim normalda. Sonra sadəcə qatar stansiyası çox uzaqdaydı şeydən, Wang Viengdən. Dedim yox, elə gəlib avtobus elə şeyin qaldığım otelin elə guest house-un elə yanından götürür də. Elə oradan birbaşa gedərəm. Həyatımın ən bərbad qərarlarından birisi idi. İnanılmaz bərbad bir avtobus. Laosun yolları onsuz da bərbad. Yəni çox bərbad bir şeydir. Yəni 4 saata gəlməli olan avtobus gəldi, çıxdı bura 9 saata falan. Yəni heç kəsə məsləhət görmürəm. Yəni ümumiyyətlə Laosda avtobusa minməyə heç kəsə məsləhət görmürəm ha. Bu arada fikir verirsiniz. Şeydə Laosda belə çörəklər falan məşhurdur. Görürsünüz? Laosda çörək falan belə yeyirlər. Amma digər Cənub Şərqi Asiyalarında bu qədər məşhur deyildi. Daha doğrusu Taylandda, nə bilim, Malayziyada, İndoneziyada. Nəyə görə? Pis nəyə görə? Çünki Laos bir Fransa müstəmləkəsi olubdur. Evlərindən falan Beşməkanda görsəniz, düzdür, buranın daha tarixi yerləri var. Oralarda daha belə açıq şəkildə görsənəcəkdə, yəni o oraları göstərəndə, oradakı evləri, yəni fransız koloniyalı evlərini göstərəndə yəni dəhşət belə Frans, hər yerinə Fransa yağır. Hə, Fransa müstəmləkəsi olduğu üçün, fransızlar da çörəyi sevdiyi üçün, bunlar da çörəyi o vaxtdan sevirlər. Yenə bir ara küçələrdəyim, amma bu səfər daha maraqlı bir yerə gedirəm. Buradır, səhv eləmirəmsə, buradır. Buradır, bura nədir indi? Bu barədə danışacağım. Buranın girişi burada. Görürsünüz, Uho Lao Visitor Center. Uho yazılmağına baxmayın, Akso olaraq oxunur. Akso, benim ingiliscə tərcümə edib. Unexploded Ordnance, yəni Unexploded Ordnance, partlamamış sursatlar. Yəni bu tərzdə bir şeydir. Nəyə görə belə bir yer var falan Beşməkan, bu barədə biraz danışım. Gördüyünüz kimi hamısı, nə bilim, irili, xırdalı raketlərdir, mərmilərdir, sursatlardır, falanlardır, Beşməkanlardır. Ümumiyyətlə, dünya tarixinin ən çox bomba düşmüş ölkəsi Laos sayılır. Yəni, bunu adam sayı ilə hesabladıqda və bu bombaların hamısı Laoslular hər hansısa bir günahları olmadı, hər hansısa bir müharibədə iştirak etmədikləri dövrdə onların başına düşürdü. Təsəvvür eləyin ki, gördüyünüz bu təbii ki, bunun çox cüzi bir hissəsidir. Vietnam müharibəsi vaxtında Cənubi Vietnamla Şimali Vietnam bir müharibə eləyirdi. Cənubu dəstəkləyirdi, Amerika Birləşmiş Ştatları, Şimalı da dəstəkləyirdi, Çin SSR falan Beşməkan və bu ikisi müharibə eləyirdi. Amerika istəmirdi ki, Vietnam belə sosialist bir ölkə olsun. Onun üçün də nə edirdi? Maksimum şəkildə
Cənubi Vyetnamı dəstəkləyirdi, Şimali Vyetnamla müharibədə və bu dəstəkləmək artıq sursat dəstəyindən çıxmışdı bir nöqtədə. Artıq aktiv şəkildə döyüşürdü. Yəni Vyetnam müharibəsi hamımızın bildiyi bir şeydir artıq. Vyetnam müharibəsində Amerika Birləşmiş Ştatları aktiv şəkildə özü gəlib döyüşürdü. Deyəcəksiniz ki, bunun Laosla nə əlaqəsi var? Çünki Şimali Vyetnamlılar cənuba getmək üçün bir çox vaxt Laosdan istifadə edirdilər. Laosda Ho Chi Minh yolu deyilən bir yol var idi. Ho Chi Minh həmin dövrdə o Şimali Vyetnamın lideri idi. Dediyim kimi Şimali Vyetnam cənuba gedə bilmək üçün Ho Chi Minh yolundan istifadə edirdi. Ho Chi Minh yolda Laosun dağlarından, cəngəlliklərindən falan keçirdi. Çünki Vyetnamın içərisindən keçmirdi. Ona görə ki, Vyetnamın içərisindəki bir çox yollar Amerika Birləşmiş Ştatlarının nəzarətində idi və Şimali Vyetnam da bunu yaxşı bildiyi üçün Şimali Vyetnamlılar bu Ho Chi Minh yolundan istifadə edirdilər. Amerika Birləşmiş Ştatları da bilirdilər ki, onlar bu yoldan istifadə edirlər. Laosun içərisindən keçən bir yoldur və Amerika Birləşmiş Ştatları bu Ho Chi Minh yolunu dağıtmaq üçün rəsmi şəkildə müharibə falan etmədən, Laosun hər hansısa bir müharibəyə falan girmədən bu yetim Laosu, mağmun Laosu gecə-gündüz bombardıman eləyir və təsəvvür edin ki, hər 8 dəqiqədən bir Laosa bir bomba düşür və bu 9 il müddətində davam edir. 9 il boyunca Laosu da daşı üstündə qoymur, amma nəticədə Amerika uduzur bu müharibəni. Laos yerlə yeksan olur. Hətta Vyetnama dəyəndən daha artıq ziyan dəyir Laosa. Və düşünün ki, Laos indiyə qədər də hələ indi biraz özünə gəlir və təsəvvür edin ki, 2 milyon tona yaxın Amerika Birləşmiş Ştatları Laosa bomba atır və bu bombaların hələ də çox böyük bir əksəriyyəti partlamamış olanları mövcuddur və kənd yerlərində falan beşmişən kəndçilər öz əkin sahələrində falan işləyəndə indiyə qədər də bu bombalar partlayır və insanlar dediyim kimi ölür. Laosda həmin dövrdə Amerikanın bu bombardımanlarından 400 min insan ölmüşdü və buna Amerikanın gizli müharibəsi deyirdilər. Çünki dediyim kimi Amerika Laosa qarşı hər hansısa bir müharibə falan elan eləməmişdi. Laos ümumiyyətlə hər hansısa bir müharibənin iştirakçısı deyildi. Laos yetimlərin başları özlərinə qarışmışdı. O vaxtlar Laosda vətəndaş müharibəsi gedirdi. Yəni hər hansısa bir ordusu yox idi, hər hansısa bir gücü yox idi. Hər hansısa bir müharibədə iştirak eləmirdi. Amma buna baxmayaraq 400 min insan Vyetnam müharibəsi zamanı Amerikanın bombardımanları nəticəsində ölür. Belə. Burada dediyim kimi Akso Visitor Center'dır. Akso Unexploded Ordnance, yəni partlamamış sursatlar muzeyidir bu gördüyünüz yer. 2 milyon tona yaxın bomba nə demək? 2 milyon ton. Amerika Birləşmiş Ştatları 2-ci Dünya müharibəsində atdığından daha çox bombanı təkcə Laos atır. 2-ci Dünya müharibəsində təsəvvür edin, bəşəriyyətin ən böyük müharibəsində atdığından daha çox bombanı təkcə bu yetim Laos atır. Yəni Laos yazıq lazım, mağman Laos. Təkcə Ho Chi Minh yolunu vurmur da. Yəni Ho Chi Minh yolu iş bitmir də Ho Chi Minh yolu. Bütün Laosu bombalayır. Bütün. Burada görürsünüz partlamamış sursatların bəziləri. Bunlar avtomatları falan beşmişən. Burada görürsünüz partlamamış sursatlardan bəziləri. Təsəvvür edin ki, indiyə qədər də kənd yerlərində qalmağa davam edir. Yəni bu partlamamış sursatlar. İndiyə qədər də insanlar ölür. Yəni bunu ən yaxşı başa düşənlərdən birisi də biziz. Çünki eyni problem bizdə də var. Qarabağ. İçərisi elə də böyük deyil. Burada bu arada bir şey göstərir. Bu qapının avtomatik qapı. Qapı niyə belədir? Qapı çox şeydir. Burada bir şey göstərmirsiniz. Deyir ki 280 milyon bomba düşdü. 80 milyonu partlamadı. 1,4 milyon indiyə qədər təmizlənibdi və 70 milyona yaxını indiyə qədər davam edir. 70 milyona yaxın hələ də partlamamış sursat var. Laosda. Düşünə bilirsin onu. 70 milyona yaxın. Dəli rəqəmdir, çox dəli rəqəmdir. Yəni,
Bu qapın prostu düzəldində nə olar? Qapı çox şeydir. Örtüldü. Qapı nə olar düzəldin. Yəni dediyim kimi bir dənə Ho Chi Minh yolun dağıdacaq deyə Amerika Birləşmiş Ştatları 2 milyon tona yaxın bomba atır. 2 milyon tona yaxın bomba nə deməkdir 2 milyon ton? Aman Allahım, yəni 2 milyon tona yaxın bomba. Bir dənə Ho Chi Minh yolunu dağıdacaq deyə. Və nəticədə də o yolu dağıda bilmir. Çünki o yol dağların, cəngəllərin falan içərisindən keçir və Amerika istədiyinə nail ola bilmir. İstədiyinə nail ola bilməməkdən də əlavə 400 mindən çox insanı öldürür və bundan da əlavə hələ də bu atılmış bombaların fəsadları hələ də qalır. Hələ də insanlar ölməyə davam edir. Hələ də. Amma ki, hər yeri amma tikib düzəltməyə çalışır. Hər yerdə bir iş gedir, bir inşaat gedir. Hamı işləyir, çalışır. Ve bibim burada işləyir, o orada işləyir, o birisi orada işləyir. Ev marketi. Yəni daimi olaraq bir iş gedir şeydə Laosda. Bəlkə də yolları ona görə düzəltmirlər. Çünki bütün yollar yük maşınlarıyla doludur. Yəni hər yerdə yük maşınlarıdır. Ona görə düzəltmirlər ki, düzəldəcək yoxsa yenə dağılacaq da. Luang Prabang olduğum bu şəhər UNESCO-nun mədəni irs siyahısına salınıb. Bütövlükdə şəhər UNESCO-nun mədəni irs siyahısına salınıbdır. Elə bir qəşəng şəhərdir bura. Yəni olduqca tarixi bir yerdir. Çox qəşəng küçədir, çox. Bibi nə düzəldir. Bibi də öyle, bacıymış. Bibi yaşlı görsəndi, mən də yaşlıdır bəlkə də. Amma Asiyalılar daha gənc qalırlar. Asiyalılar da oradan belə gənc. Bu bibidir, bu heç, bu bibidir. Manikür eləyir. Bu da bibidir. Bu da gül düzəldir. Evet. Messi. Hey. Ankara Messi, you. Ankara Messi. Ankara Messi para Messi. Ankara Messi. Ankara Messi. Ankara. Uşaq, uşaq. Hop. Bula mən ömrümüz Mənim ömrüm zaşit olaraq keçib ola. Hop. Dur, getdim. Burada Luang Prabang Milli Muzeyi var, National Museum. Buraya gəlmək istədim. Muzeydə girməyəcəm deyə özümə söz vermişəm, amma belə çox belə əcda bir muzey görməyəcəkdir. Bu bağlıdır. Yəqin ki, saat 4-ə qədər falan işləyir. Çünki burada bir çox yer saat 4-ə qədər işləyir. Amma yəni bu muzeyə sabah gələcəm. Çünki bu mənə biraz maraqlı gəlir. Nəyə görə muzeylərə girməyə şey eləmirəm çox? Onun üstünə çıxa bilməyəcəm, çünki mənim ayağım pis gündədir. Buraya çıxıb Luang Prabanga baxmaq, aynı ağac. Bunun üstünə çıxıb Luang Prabanga üstdən görmək olur, amma mən çıxa bilməyəcəm, çünki ayağım pis gündədir. Qabaq tərəf özüdür, konkret özü daha. Burada Luang Prabangın, belə deyim, əsas küçəsi, tarixi küçəsi deyəcək, hesab olunan Sakhalin küçəsi. Bu çox qəşəng deyil bu, bundan almaq istəyirəm bir dənə. Neçə litrdir bu? 80, çox qəşəngdir bu. Bu mənə hər şeyə bəs eləyər. Amma arxası xoşuma gəlmədi, məndə iki daha yaxşı.
Burada Luang Prabang'ın tarixi küçəsi, Sakhalin küçəsi. Böyle bir ki, ətrafdakı binaları falan görürsünüz də. Tarixi şeylər satlar. Bunların hamısı Fransanın kolonyal binalarıdır, tikililəridir. Fransa müstəmləkə dövründən qalıbdır. Binalar. Aha, burada da böyle bir məbəd. Amma məbəd gəzməməyə söz vermişəm. Bezmiş, nə qədər məbəd gördük ya, nə qədər məbəd gördük. Məbəd artıq bir-iki dənə məbəd qalıb görmək istədiyim. Onları görənə qədər də mən bir də ətrafdakı amma fransız memarlığına fikir vereyim. Bu arada ayaq üstə duran Budda. Bu ayaq üstə duran Buddadır. Mən bu Buddanı xoşlamıram. Mənim ən sevdiyim Budda bilirsiniz. Bilirsiniz, yatan Buddadır. Ən sevdiyim Budda odur. Amma çox da qəşəng bir gün batımı olur. Yox, qurtardakı Sakhalin küçəsi. Yox, burada Sakhalin küçəsinin sonu. Buradan fırlanırsan, təzədən eyni yolu qayıdırsan, amma bu səfər Mekong sahili ilə qayıdırsan. Mekong bax, görürsən, aşağıdan Mekong çayı gedir. Mekong çayı, bunu əvvəl demişdim, yoxsa yox. Cənub-Şərqi Asiyanın ən böyük çayı hesab olunur Mekong çayı. Daha hər yerdə bu çay görmək olur. Bir dənə Filippində də Filippin yox, deyim də hansı ölkələrdən keçir. Myanmar, Laos. Laosla Taylandın sərhədini müəyyənləşdirir. Taylandın deyəsən içərinə girmir. Myanmar, Laos, Tayland. Ki Tayland dediyim kimi içinə girmir, səhv eləmirəm. Belə yadımda qaldı. Sonra gəlir Laosun içərisindən şeyə gedir. Nədir onun adı? O bir şey, Kamboca. Düşün, mən Mekongun sağı qırağı ilə gəzmirəm. Niyə mən belə kənarda qaldım axı? Buradan düşürəm. Bu da Mekong çay. Bu gördüyünüz bu lökkələr. Bunlar normalda gün batımı falan üçündür. Amma bunların bəziləri 2 gün Laosda Mekong çayı boyunca səyahət edir. Mən Taylandın şimalından təzədən cənubuna düşmüş olmasaydım, çünki Taylandın şimalına yerdə qalxmışdım da. Taylandın şimalından ümumiyyətlə oturardım bu gəmilərə, bunlara. 2 gün yol gedir bu gəmiyə, qayıq, fason, nəysə də ondan. 2 gün yol gedir. 2 günə gəlir çatır Luang Prabang'a. 2 gün elə bir bu Mekong çayı boyunca gəzirsiniz. 2 gündən sonra gəlib çatırsınız Luang Prabang'a. Və şöyle budur. İşte bu. Bax, fikir verin, görürsünüz. Normalda burada çox gözəl gün batımı olardı. Çox gözəl də. Amma hər tərəfi duman örtüb, hər tərəf dumanlı. Dumanlı dağlar. Duman deyil əslində, bu tüstüdür. Nəyin tüstüsüdür deyim. Bu ərəfələr, bu sezonlar Laosda yeni dövrə, əkinçilər yeni dövrə hazırlaşır deyin. Tarlaları yandırırlar. Və tarlaları yandırdıqları üçün, yəni bir tarla döl, 5 tarla döl. Yəni hamı öz tarlasını yandırdığı üçün ki, yəni yeni dövrə artıq hazırlaşır. Onun üçün də bütün bu zonalarda hər tərəf bu cür tüstü bürüyür. Gördüyünüz kimi. Və belə nəfəs almaqda çox çətin olur buralarda. Belə. Gələndə nəzərinizdə olsun. Gələndə nəzərinizdə olsun. Belə bir şey bu. Gələn sizə belə pişik olar ha. Bu şir deyil, pişik deyil. Bu nə heyvandır axı? O kertenkele, kertenkele varmış. Belə heyvan olar ha. İşə biraz ciddi yanaşmaq lazım, biraz ciddi. Buradan maşınları, şeyləri, motosikletləri da mindirirlər qayığa, aparırlar o tərəf. Yəni. Dayım şirindir də. Gəl oturacam dayına. Dayı qoz qoymur mən. Şey aparırlar, bu oradan aparırlar şeyi. Dayı mənə deyilmir. Dayı məni bir təhlükə olaraq, bir fransız müstəmləkə şey olaraq gördü yəni.
Bunun əvvəlki kameram belə axşam vaxtları falan, yəni qəsdi şəkildə işlə çəkənmir, heç bir şey ya. Yəni bu yaxşıdır, çəkir. Deyir o hər xərdə bir şeir var. Bax o söhbətdə var. Buranın axşam bazarı, daha doğrusu axşam bazarı deyil, bura belə marketləri falandır bunların. Axşam bazarı buranın night marketi qabaqdadır. Bunlar sadəcə olaraq tezə axşam yox, ümumiyyətlə bura gün ərzində də bura bu cür fəaliyyət göstərir. Burada hər şey satırlar. Hər şey yox, amma çox hər şey yox da, çox şey satırlar belə deyək. Bu arada Laosda bu aralar biraz vəziyyət gül olduğu üçün müharibə, Azərbaycan müharibə, paprus sevmə, müharibə falan vəziyyət gül olduğu üçün Laosun pulu falan düşür. Laosun pulu düşdüyü üçün hər şeyin qiyməti qalxır edir falan. Burada nə yeyək burada. Buranın night marketi qabaqdadır. Amma burada night marketin bir hissəsi, yəni bu axşam bazarının bir hissəsi olaraq keçir. Buralardan bir şey alıb yerik. Ya bu tərs şeydir, yəni hamısında balıq, malıq yoxdur, balıq var, toyuq var. Nə bilim, başqa nə var? Başqa nə var? Pizza var. Yəni yemək içməkdən boldur. Axşam bazarları. Burada da bir dənə food court var, burada da yemək falan. Sən öl ciyərdir. Amma toyuq salatı. Sən də gedəcək. Amma düyü zad yox da burada. Falan düyüsü falan yox. Düyüsü falan olsaydı o toyuq salatı ilə onu basardı. Yoxdur. Bir burada toyuq salatı var. Neyse. Hayıf. Buradan götürəcəm. Ver görüm. Ver İmamoğlu. Ver. Ver İmamoğlu. Ver. Bundan götürəcəm. Əsas məsələ budur. Bundan götürdük. Sonra nə götürək? Bunu belə götürəməyəcəm. Bu nə vaxtı da buraya götürərəm. Bunu belə götürər. Təpələmə eləyir. Nə vaxtı bunu götürər əsas. Başqa bir yerdə bundan götür. O zaman bir dənə də bundan götürəcəm. Bunu qoyun bura. Vay. Söhbətə vay. Is this chicken? Yeah, chicken. Chicken. All of this chicken. Okay. Yox, bunu götürəcəm. How much? 100,000. 100,000. Bu da şey təqribən 7 manat falan. İçməyə də bir şey tapaq və salam oturaq yeyək. Oldu belə boz kimi. Nə var burada? Bir vilkadan istifadə eləmirlər. Səyahətin olmazsa olmaz şeysi nədir? Yemək. Səyahətdə ən çox fikir verməli olduğu şeylərdən birisi yemək. Nəyə görə? Çünki yeməyəndə adamın sağlamlığı gedir. Nədən eləyirsiniz eləyin, yəni yeməkdən eləməyin. Yəni yeməyinizə korluq verməyin. Ucuz olsun amma olsun. Çünki yemək olmayanda adamın sağlamlığı gedir və o sağlamlıq gedəndən sonra artıq səyahətin də bir mənası qalmır. Ay, buna bax ha. Daha. Adama deyərlər, səhərin gözü açılmamış, nə olub? Səhərin gözü açılmış. Hara gedirəm? Saat 5-ə qalıb, 5-ə qalıb. Gedirəm bu takbat dediyim ritual şey var idi burada. Buranın o ən nəsi takbat. Gedirəm onu çəkməyə. Çəkməyə deyəndə görməyə. Bu takbat, gedirəm o takbata. Orada daha ətraflı saat 5-ə qalıbdı, amma gördüyünüz kimi bu zəhmətkeş Laoslular durubdular, işlərinin başındadırlar, ət doğrayırlar burada, səhərin gözü açılmamış. Ət doğrayırlar orada. Bura həm də səhər marketdir, bu qarşı tərəf artıq. Biri var gecə marketi,
Gecə marketi artıq nə qədər. Bir də var səhər marketlərində daha belə deyim yüngül yeməklər olur. Təbii ki də səhər kababdan səhər marketlərində daha yüngül yeməklər olur. Meyvə falan beşmişən daha çox olur, amma axşam marketlərində də bildiyimiz kimi. Amma mənim işim marketin deyil, dediyim kimi gedirəm Takbata. Takbat o şeyə getmişdi, bu Mekong çayının yanında məbədlər var idi. O həmin küçədədir. Gedək həmin küçəyə. Cəmaət gəlibdi, obyektlərini açırlar. O heç kim yoxdur küçədə ya. Heç kim yoxdur küçədə. Belə it səs olur. Normalde burası çox qaranlıqdır. Mən nə qədər işıqlı gördüm, amma olduqca qaranlıqdır buralar. Küçədə heç kəs yoxdur, küçəyə. Bomboş küçələrdir. Yəni orada bir nəfər oturubdur. Bax, səhər saatlarındandır. Artıq burada yığışıbdılar. Saat hal-hazırda 5'e qalıbdı, amma indidən başlayıblar hazırlığa. Təqribən 6'nın yarısında başlayır bu. Yəni monklar buradan keçməyə başlayırlar 6'nın yarısında. Yəni təxminən 7'nin yarısına qədər 1 saat falan davam edir bu proses. İndən biraz məlumat verim ki, monklar keçəndə belə çox səs-küy olmasın. Monklar heç bir yerdə işləmirlər, onlar ancaq özlərini budizmə həsr edibdilər. Məbəddə yatıb dururlar və insanların onlara verdiyi sədəqələr, sədəqə deyəndə yəni yeməklərlə həyatlarını davam elətdirirlər. Məbədin işlərini görürlər, məbədi süpürürlər və s. Belə dediyim kimi özlərini sırf budizmə həsr eləmiş insanlardılar və buradakı insanlar da onlara dediyim kimi sədəqə verirlər. O sədəqənin qarşılığında da monklar onlar üçün dua edir və onlara sədəqə verən insanlar da düşünürlər ki, monkların bu duaları onlara gözəl karma gətirəcək. Hamı başını bağlayır. Əsas baş bağlamaq deyil. Burada əsas ümumiyyətlə budizmdə bu cür şeylərdə baş bağlamaq yox. Əsasən bir diz örtülməlidir, bir də çiyinlər örtülməlidir. Yəni əsas baş bağlamaq hesab olunmur. Hamı da fikir verirsə, qadınlar çiyinlərin örtürlər. Dediyim kimi, yəni əsas məsələ çiyini örtülməlidir. Çiyin açıq qalmamalıdır, bir də dizlər açıq qalmamalıdır. Bunlar hamısı budistlərdirlər və bunlar, belə deyim, bu formada gördüyünüz buradakı formada oturacaqlar. Bəziləri diz sökürlər, bəziləri otururlar və monklar gələndə onlara sədəqələrini təqdim edir. Ümumiyyətlə bu bu mərasimin adı Takbat gedir. Takbat nədir? Takbat yeri dildən tərcümədə tak vermək, batdakı o şeylərin torbalarıdır. Monkların torbalarıdır. Yəni monkların torbalarına sədəqə qoymaq mənasında gedir Takbat. İngilis dilində buna morning alms deyirlər. Yəni səhər sədəqə. Alms sədəqədir də səhv eləmə. Sədəqə də. Morning alms da səhər sədəqəsi mənasını verir. Amma təbii ki biz Laosdayıq və burada ingilis dili keçmir. Onun üçün də nə edirik? Takbat deyirik. Takbat. Aha, monklar çıxdılar və sədəqələrini yığmağa başlayırlar. Gördüyünüz kimi hamısının əlində düyülər var. O düyülərdən görürsünüz hamısı çox az qoyurlar onların belə deyim, bu monkların qablarına və artıq bu
sıra bitənə qədər o qabları monkların dolmuş olur. Hamı az-az, cüzi-cüzi o qablara düyü qoyur. Yerdə görürsünüz, fərqli yeməklərdən qoyurlar. Dediyim kimi, bu sıra görün nə qədər burada monklar var və artıq bu tamamlananda bu sıra onların o qabları tam dolmuş olur. Görürsünüz, böyük uşaqlar, kiçik uşaqlar hamı bu formada keçir. Baxın, görürsünüz, sonlara doğru artıq hamısının xurcunu da, qabları da tam dolmuş olur və onlar yenidən öz məbədlərinə geri qayıdırlar, öz ibadətləri ilə məşğul olurlar. Yəni, Luang Prabang'ın məşhur mərasimlərindən birisidir. Və bu sədəqə mütləq şəkildə yeməkdən ibarət olmalıdır. Yəni, başa olub, pul verin, bir cavan oğlansan da, cibində pulun olsun. Ged özə nə istəyirsən al, qəti şəkildə olmaz. Monklara pul vermək düzgün hesab olunmur. Onlara bu sədəqəni yalnız və yalnız yemək kimi vermək lazımdır. Amma mənim bir şey maraqlı gəldi. Yəni, fikir ver, və görürsən, gəlirlər, belə çox belə sıfır sifətlə, yəni heç bir üzlərində mimika falan beşmiş olmadan gəlirlər. Yəni bu formada olmalıymış kimi gəlirlər, davam edir. Yəni adam bir çönüb çox sağ ol deyər, adam bir çönüb çox sağ ol deyər. Yəni nə bilim, o biraz mənə şey edir, ona biraz tilt oldum yəni. O adam bir çönüb çox sağ ol deyər. Yəni mənə məsəl üçün kimsənsə verəndə, yəni 1000 dəfə Allah balalarını saxlasın. Allah sənin belə 1000 budaq eləsin falan beşmiş. Yəni çön. Deyir, saat 7'də öl. Nə girmisiniz bu yola? Mən bunların nömrəsini götürdüm indi. Bu nömrə də deyil. Saat, yəni sən bir çox sağ ol deyən ki, Allah razı olsun səndən, Allah balalarını saxlasın falan beşmiş. Belə sıfır sifət, yəni bu formada davam eləyir. Amma bir şey də var, yəni bu boyda şey. İndi bunlar bu xurcunlarım çox da artıq doldurmuşdular. Yəni xurcunları yol ərzində də fikir verdim. Ötürürdülər ki, bunu götürün, bizim şey yaparın. Bizim uşaqlara verərsiniz oradan. Yəni bu qədər xurcunlar olar. Yəni bu qədər şeyi yeyib qutara bilməzlər. Mövzu odur. Yəni və hər səhərdə bu davam eləyir də. Həqiqətən bunu siz o pul götürməməyə bir də fikirləşin. Yəni o pul götürməməyə bir də fikirləşməlidir. Məncə o pul mövzusunu bir də fikirləşməlidirlər. Yəni bilmirəm. Çünki bu qədər yemək israf ola bilər. Pul götürmək lazımdır məncə. Hər nəysə, gedək yataq. Səhərin göz açılmamış, nə olmuş da? Nə var ya, rutinə minmiş, rutin olan, şey olan heç bir şey mənlik deyil. Yəni bu hər gün baş verir də, yəni adam sıxılar bir nöqtədən sonra. Hər gün bu baş verir, hər gün bu olur. Yəni üzlərin qırxırlar, saçların təzədən, bunların saçları keçəl olmalıdır. Yəni bala, çətin işlər. Hər gün Allah bunun şirinliyinə bax, bunun gözəlliyinə bax. Ya, sən gözəl deyirsən, o qəşəng idi. Hər gün monoton, eyni şey, yəni hər gün bu baş verir, yəni hər gün saat 5'də durmalısan, hazırlaşmalısan, nə bilim, eyni şey olmalıdır, oradan keçməlisən, bir də falan beşmişən. Əskəri kimi də bu, amma bitməyən əskərikdə, yəni əskərikdə, amma bitməyən əskərikdə, yəni monk olmaram, mən şəxsən çox monk olmaram, yəni vallahi olmaram, yəni mən heç olmaram, yəni Allah işlərini avan diləsin, nə deyək. İndi onların budası var, buda deyə işlərini avan diləsin, amma nə bilim valla. Mənlik deyil, mən olmaram şəxsən, yəni mən bir il əskəri düzləyəm, mən belə çox belə sevərək əskəriyə getmişəm, yəni belə yaxşı getmişəm falan beşmişəm deyən adamım, yəni şeylə bağlı hansı bir şey yoxdur, amma bizim kimi şey söhbətidir, nədir onun adı? Bitməyən əskərilikdə, o sözdən bitmir, bunların əskəriliyi bitmir heç vaxt, bulan.
bitmir. Hər tezdən eyni şey, hər tezdən və bütün ömrüvə yayılır da bu da. Yəni mən qəti şəkildə hər kəsdə məsləhət gördüyüm olubdur ki, bütün ömrünüzə yayılacaq eyni şeylər eləməyin. Yəni həyat fərqliliklərdən ibarətdir. Fərqli şeylər görün, fərqli şeylər dadın, fərqli yerlər görün, fərqli şeylər, nə bilim, başınıza fərqli şeylər gəlsin, pis şey olsun, yaxşı şey olsun, fərq eləmir. Yəni həyat pislərdən, yaxşılardan hamısının bir ümumisindən ibarətdir onsuz da. Yəni heç nə. Deyim yatmayı, yoxsuz ölürəm yoxsuz. Ay nə qədər bu şey düyü yığıbdır. Qaqam düyünün da içindən keçib. Çox düyü yığmışsınız qardaş. Vallahi. Çox düyü yığıblar bunlar ha. Nəysə. Gedim yatım, ölürəm yoxsuzluqdan. Gedim yatım, sonra durum gedəcəm. Burada bir qəşəng bir şəlalə var. Şəlaləm mənim. Gedəcəm o şəlalə. Haydi getdik. Ora daha maraqlı ola bilər. Haydi getdik. Burada da maraqlı şeylər satırlar. Bu nədir kəsib doğramısan? Kırsadır, onu bildiyi kırsadır o heç. Bu da böyük kırsadır ha. Bu da böyük kırsadır. 哎呦，这个苍蝇啊，哎呦巨啊！哇！哎，这什么吧？ Allah köməyin olsun ay. Morning marketdir bura, səhər marketi belə deyək. Burada meyvə, tərəvəz falan beşməkan satırlar. Belə deyim də, o göyərtə həmişə sübh tezdən gəlib alınmalıdır söhbəti var. Burada da o söhbətdir. Yəni tezdən gəlib burada şeyləri alırlar. Səhər tezdən qıfıl kimin nəyinə lazımdır ay bibi? Sən niyə? Səhər tezdən qıfıl satmazlar. Bunlar satırlar. Səhər tezdən mallardır. Bu göyərti falan beşməkan. Gördün mü o məsəl üçün kırısa satırdı bibi. Gördün? O məsəl üçün o kırısa səhər tezdən satırlar. Nəyə görə? Çünki axşama qalanda bilinir ki, axşamdan bibi o kırısanı tutubdu. Təmizləyib eləyibdi falan beşməkan. Gecə təliyə düşüb də başa. Gecədən təliyə düşən kırısadır. Təzədir. Onu təmizləyib eləyib gətirib düşür. Cəmaət təmiz məhsul alsın, təzə məhsul alsın. Sən tezdən durmusan məsəl üçün at satır. Amma at kimin nəyinə lazımdır axı? Bu olmaz belə şeylər. Bu işə belə ciddi. Tezdən gəlmə də işə də. Sən niyə tezdən işə gəlirsən axı? Tezdən kimin nəyinə lazımdır axı məsəl üçün də? Yəni qarı şey, nədir onun adı? Şpilka. Kimin nəyinə lazımdır? Ay tezdən işə, bura saat hələ qardaş, bax saata bax. Saat hələ 6:30-dur. Yəni bura saat 6-da açılır. Sizinki bax, meyvə tərəvəz. Okey, əla. Özüdür. Siz hardasa, ayso, siz hardasa başa düşmək olar. Amma yəni sən 6-da durub gəlib qıfıl sata, 6-da neynirəm mən o qıfılı? Başa düşdün? İşə biraz ciddiyyət lazımdır. 6-da mən bu şeyi neyniyəcəm? Özvə yazığım. 6-da gəlibdir burada şey satır. Nə o tapçıqa satır. Yəni 6-da da tapçıqa satmarsan da. Onu əsəbləşirəm mən. İşə ciddiyyət odur. Sonra deyirlər ki, mənim şeydir ona da. Mən yorular. Yorularsan da qardaş. 6-da tapçıqa satmağa gələndə yorularsan. 6-da tapçıqa alan adam nəysə. Vay canım üçün bir yatmaq yatmışam. Bir yatmaq. Qardaşa verməz elə yatmaq. Bir yatmaq yatmışam. Dedim 1-2 saat yatacağım, bir 6 saat. Neysə, sağ gedək. Qaldığımız yerdən davam. Mən bu. Sağ gedək, qaldığımız yerdən davam eləyək. Qaldığımız yerdən bir dənə yerə getim. Bir dənə burada qəşəng bir şəlalə var. Laosun ən qəşəng şəlaləsi deyirlər. Ora gedəcəm indi. Haydi. Mənim motorum buradadır. Buradan onu düşürdüm bir dənə. Neysə, gedək. 30 kilometrə yaxın. Getməkdə 30 kilometrə yaxın gəlməm. Hələ gedək bir. Getməmişəm, hələ gəlməyə fikirləşirəm. 30 kilometr plan getməkdir. 1 saata yaxın vaxt gedəcək. Hayda. Heç Laosda motosiklet sürməyi sevirəm. Laosun yolları bərbaddır. İşləyirlər əşi, gənclər işləyirlər, yolları falan düzəltməyə çalışır. Görək də. Aha, deyəsən gəldi. Deyəsən gəldi, buradır, amma... Buranın yolunu düzəltməklə də öyle, bütün yol püskündədir. Aha, neyini? Bax, görsən, mənə yol göstər. Yol göstərir mən, sağ ol. Allah balavı saxlasın, sağ ol. So? Mən də bura. 1000.
5,000. Hə, 5,000. Deyirəm axı, heç kim indiki dövrdə dədəsinin xeyrinə iş görmür. Valla 5,000. Maskeleti orada saxlayıb. Oy, nə qədər adam gəlib ha bura. Deməli, bura səhər tezdən gəlmək daha doğru bir şey olar. Hamısı bura şeye gələnlərdir, bu şəlaləyə gələnlərdir. Bilet harada satılır bura? Burada ölənlər və rəhmət. Ne qışın bilet yok, göm-göy. Burada biraz meyve yiyeyim, sonra girelim içeriye. Bir. Keçdik. Bunlarla gedirik ora. Yəqin. Arkada oturalım. Orada oturmam, oturum. Orada oturmam, oturum. Orada oturmam, oturum. Bu kuzularla oturacağım. Hey. Kuzularla oturacağım. Gittik. Çok şirin değil de. Şirinin rahatlığına bak sen. O şirinin rahatlığına bak sen. Burada girişi var. Başların üstünde bir polis durumu aldı ki işləyəsiniz. Özümüz işləyində. Polis hem de. Burada şəlalənin girişi. Hadi poçə oldu, asfalt oldu. Hardan da giriş? Walking trail. Bura nedir? Walking trail'dir bura. Bura nedir? Main water. Ha, buradan gir. Meşe görmüş, zəngəli görməmişik. İnirik gəzmək. Ma şəlaləni verin, şəlaləni. Və pis çıxdı amma alsın. Ayı var burada. Vay, şirinlərə bax. Dalaşmayın, bala dalaşmayın. İki nəfərsiniz, siz bu bir-birinizə şey olun, yəli eləyin. Oy. Çox şirin deyirlər bunlar. Bunun derin zoopark falan değil de bura. Yani aylara karşı burada şey olmasın. Hürmetsizlik eləməsinlər. Neyse, o da olmayacaq. Geçen aylarıydı ama. Ve burada o şelale. Yani bir o kadar da heyrətlənmədiyim bir şelale. Oo, ne kadar oğlum var burada. Ne yalan ne bir o kadar da heyrətlənmədim şelaleye. Çünkü mən daha çox heyrətləndirən şəlalələr görmüşəm. Amma bu da qəşəng. Çünki mərhələ gedir. Çünki bu görürsünüz, buradan axır, buradan axır, buradan axır, oradan axır, oradan axır. Burada bu mərhələlərlə gəlir. Pillə. Burada çimmirik. Çimmək olmaz burada. Olmaz. Çimməyəcəksə bura mən nəyə gəldim? Ben neye geldim burası geldim? Yani böyle bir şelale. Yukarıdaki görüntü, yukarıda çıkma olur ama yukarıdaki görüntünün buradan daha yaxşı olacağını düşünmürəm. Aslında elə ən qəşəng görüntü buradan. Tamam, qalxacam əş. 542 pilləkəndir, qalxacam. Bura görə gəlmişiksə pilləkəndə qalxarıq. Qalxırsan heç nə yoxdur. 100 addımı gəldi. Yəni 5də biri getdi. Azı getdi, çoxu qaldı.
Gəldim. 542 pilləkən. Ay, nə 3 kilometr? 3 kilometr deyil bu tərəfə geçməz. Gedən deyilsə. Oh. Burada zipline var. Amma baxıram qiyməti zipline ilə 30 dollardır. Mən də təbii ki zipline ilə 30 dolları verməyəcəm. Yəni zipline ilə minməyəcəksə kimsə, zipline olmayacaqsa, gəlməyi də tövsiyə eləmir. Hər hansı bir mənası yoxdur. Amma zipline ilə birbaşa düşürsən şəlalənin yanına. Bu formada bir şey olurdu. Neyse. Belə bir şey qaydım dala. Qaydaq dala. Oh, bitti bu yol. Orada axışım. Düşdüm tezdən aşağı. Daha qəşəngləşmə, amma burada da qəşəng mənzərə var. Yəni doğrudan amma gələndə belə çox belə şey olmadım. Wow olmadım, amma həqiqətən qəşəng şəlalədir. Qardaş, bu mərtəbələri qutarmır. Düşdüksən düşür, hələ də düşür. O gedir, oradan da tökür, oradan ora. Qəşəng maraqlı yerdir, qəşəng yerdir. Nə var burada? Yeyib içməyə. Suzdan yanım, onun üçün bir dənə qəşəng su içə. Burada bir suyunuzu içərəm. Soyuq nə sular var bunların. Yəni bunun pillələri də oradan çox xoşmaya, çox qəşəngdir. Bu arada o bayaqçı zipline var idi, çıxmışdım. O zipline özü. O zipline oradan pırana gəlir, o bura düşür, bura qədər gəlir. Buradan da bura gəlir. Maraqlı. Zipline ilə bura qədər gəlirlər, sonra da bu cəmaatı bu ağacdan aşağı sallayırlar. Deyirəm axı, niyə bu qədər baha oldu? Yəni zipline 30 dollardır. 30 dollar da yaxşı deyil. Yəni Asiya üçün 30 dollar bahalıdır. Amma belə baxanda normal imiş. Maraqlı. Zipline ilə bura qədər gəlirlər, sonra da bu cəmaatı bu ağacdan aşağı sallayırlar. Deyirəm axı, niyə bu qədər baha oldu? Yəni zipline 30 dollardır. 30 dollar da yaxşı deyil. Yəni Asiya üçün 30 dollar bahalıdır. Amma belə baxanda normal imiş. Həqiqətən də çox super bir şəlalədir. Yəni gələndə bu qədər, belə deyim, bu şəlalənin bu qədər gözəl olacağını gözləmirdim. Amma həqiqətən də çox gözəl imiş. Çünki tək bir hissədə onu girişdəki o, mən dedim, şəlalədir də. O dediyim hissədən ibarət deyil də. Çox böyükdür və təsəvvür edin, pillə aşağıya düşür və hər pillədə, yəni gəldikcə gördünüz, yəni hər pillədə ayrı gözəldir, hər pillədə ayrı maraqlıdır. Və suyun rənginə falan fikir verin, yəni çox əcdalıdır, çox ləzzət elədir. Və dediyim kimi, bura əgər gəlirsinizsə, əgər tək gəlirsinizsə, mən məsələn tək gəlirəm. Əgər tək gəlirsinizsə bu cür yerlərə mütləq şəkildə ya tezdən, səhər tezdən durun gəlin, işinizin adı nədir, boş fikir adamsınızsa, ya da ki günortadan sonra gəlin. Çünki bura gələn insanların mütləq əksəriyyəti turlarla gəlir və turlarla gələn insanlar da o turlara bağlı olur. Ondan günorta saat 3-ə qədər falan bu cəmaatı bura gətirir və cəmaat o turlarla qayıtmağa məcburdur. Yəni başqa variantları yoxdur bu cəmaatın. Onun üçün də saat 10-a qədər və saat 3-dən sonra burada adam sayı olduqca oldu. Təkcə dediyim kimi, bura aid deyil də. Bütövlükdə bu cür yerlərdə hamısına aid. Saat 10-a qədər, bir də saat 3-dən sonra. O bayaqki yerdə çimmək olurmuş, burada da çimmək olurmuş. Belə çox belə istəsəm, ki çiməcəm də belə etməm burada. Belə.
Neyse, mən gedirəm burada çimməyə. Elə videonu da burada yekunlaşdıraq. Ümid edirəm ki, xoşunuza gələn bir video oldu. Bu olsun bizim Luang Prabang videomuz. Luang Prabangdan bu qədər. Mənim çox xoşuma gələn bir şəhər oldu həqiqətən də. İstər şəhərin olursa, istər şəhərin özü olsun. İstər şəhərin özü olsun, istər şəhərin ətrafı olsun falan. Çox qəşəng, çox maraqlı bir yer idi. Bu. Yeni şəhərlərdə, yeni ölkələrdə yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.